Bəzən də ağlar o qədər sərt olur ki, bu ağlar bizdə çox pis tutur. Biz onda nə edirik? Ağarmış saçlar hardasa deyək də 70-dən 70%-dən düz 100%-ə kimi. Bəzən məsəl üçün müştəri qoyub boya özünə, boya qoymuşuq ona. Məsəl üçün 6.00. Bu ağarmış saçlar üçündür. Bəzən bunu da qoyanda ağarmış saçlar tutmur. Biz onda nə edirik? Biz dib hissəsinə sarı rəngdə pigment yaradırıq. Sarı rəngdə pigment yaradırıq. Ağarmış saçlarında pigment yaradır, sonra boyasını qoyuruq. Biz bunları bu cür edirik də. Birinci sarı pigment yaradırıq, sonra boyasını qoyuruq. Bəzən də elə olmur məndə. Bəzən müştəri gəlir və müştərinin ağarmış saçlarına mən 2 sıfırları götürəndə, məsəl üçün ola bilər 900 da ola bilər, 700 da ola bilər, 2 sıfırlar mən ağarmış saçlar üçün də istifadə edəndə. Mən nə edirəm? Hardasa da 40 qram, belə deyək, 900-dan götürürəmsə də, içinə oksidantı 30 volüm tökürəm. 40 qramdırsa da, hardasa da belə deyil. 30 qram. 30 volüm tökürəm. Elə bir kraskadan, boyadan suyunu az tökürəm. Belə də istifadə edirəm.